Təsəvvür edin, elə bir ölkədə yaşayırsınız ki, dünyanın ən böyük neft ehtiyatlarına sahibdir. Amma maşınınızın çənini doldurmaq üçün saatlarla növbədə gözləyirsiniz və bir aylıq maaşınızla sadəcə bir neçə kiloqram un ala bilirsiniz. Bir ölkənin bütün borclarını ödəməyə, hər bir vətəndaşını varlı etməyə kifayət edəcək qədər qızılı və nefti var, amma eyni ölkədə insanlar elektrik kəsintiləri səbəbindən xəstəxanalarda həyatını itirir və milyonlarla insan sadəcə sağ qalmaq üçün ölkəni tərk edir. Bura paradokslar ölkəsi Venezueladır. Venezuela, Cənubi Amerikanın ən şimal ucunda, qitənin sanki dünyaya açılan qapısında yerləşir. Şimaldan Karib dənizinin firuzəyi suları ilə əhatə olunan bu ölkə, qərbdə Kolumbiya, cənubda Braziliya və şərqdə Guyana ilə həmsərhəddir. Bura təbiətin bütün rənglərini bir araya gətirən nadir yerlərdəndir. Qərbdə ucalan qarlı Ant dağları, mərkəzdə uzanan nəhəng Orinoco çayı hövzəsi və cənubda keçilməz Amazon cəngəllikləri. Sahəsi təxminən 916,445 kvadrat kilometrdir. Müqayisə üçün deyək ki, Venezuela ərazisi Azərbaycandan təxminən 10,5 dəfə böyükdür. Yəni, Venezuela xəritəsinin içində Azərbaycan kimi 10 ölkəni rahatlıqla yerləşdirmək olar. 1498-ci ildə Kristofor Kolumb bura ayaq basanda buranı Lütf torpağı adlandırmışdı. Uzun illər İspaniya müstəmləkəsi olan bu xalqın taleyini Simon Bolivar dəyişdi. El Libertador, yəni azadlıq verən ləqəbli bu dahi lider Venezuelanı və bir çox qonşu ölkəni İspaniya boyunduruğundan xilas edərək müstəqilliyin təməlini qoydu. Venezuelanın əsl taleyi isə 20-ci əsrin əvvəllərində Maracaibo gölündə neftin tapılması ilə bir dəfəlik dəyişdi. 1914-cü ildə Zumaguye quyusundan fışqıran qara qızıl kənd təsərrüfatı ilə məşğul olan bu sakit ölkəni bir gecədə dünyanın nəhənginə çevirdi. O vaxt heç kim düşünmürdü ki, onları zirvəyə qaldıran bu sərvət illər sonra onların ən böyük imtahanına çevriləcək. Venezuela 1950-ci illərdə dünyanın ən zəngin ölkələrindən biri idi. Paris of the Souls, Cənubun Parisi adlandırılan Karakasda hər kəs lüks içində yaşayırdı. Səbəb isə sadə idi: neft. Lakin bir problem var idi: Holland xəstəliyi. Holland xəstəliyi bir ölkədə təbii resursların, məsələn neft, qaz, qızıl kimi təbii sərvətlərin kəşfi və ixracının artması nəticəsində iqtisadiyyatın digər sahələrinin, xüsusilə kənd təsərrüfatı və sənayenin tənəzzülə uğramasıdır. Venezuelada bu taleyi yaşamışdır. 1970-ci illərdə neftdən o qədər çox qazanırdı ki, tarlaları əkməyi, zavodları işlətməyi dayandırdılar. Hər şeyi xaricdən alırdılar. 2014-cü ildə neftin qiyməti çökəndə isə məlum oldu ki, ölkədə çörək bişirməyə un belə istehsal olunmur. Venezuelanın bütün iqtisadiyyatı da kartdan düzəldilmiş ev kimi dağılmağa başladı. Beynəlxalq Valyuta Fondunun 2018-ci il hesabatına görə Venezuelada inflyasiya məhz həmin il 1,37 milyon faizə çatmışdı. Bu isə müasir tarixin ən böyük hiperinflyasiya hadisələrindən biri hesab olunur. Həmin vaxt mağazalarda qiymət etiketlərinə rast gələ bilməzdiniz. Çünki qiymətlər hər saat dəyişirdi. Satıcılar artıq vaxt itirməmək üçün qiyməti sadəcə kalkulyatorda göstərirdilər. Venezuelada pulun dəyəri o qədər sürətlə itirdi ki, insanlar onu saymağı dayandırdılar. Banknotları saymaq saatlar apardığı üçün mağazalarda pulları tərəzidə çəkirdilər. 1 kiloqram pendir almaq üçün 1 kiloqramdan daha ağır pul ödəməli olurdular. Venezuela bolivarı artıq rəsmi valyutadan çox əl işləri üçün materiala çevrilmişdi. Karakas küçələrində yerli sənətkarların dəyərsiz banknotlardan çanta, şlyapa və müxtəlif suvenirlər toxuduğunu görə bilərdiniz. Acınacaqlı həqiqət o idi ki, həmin kağız pulların üzərində yazılan rəqəmdən o kağızın bir material kimi dəyəri daha yüksək idi. Hökumət 2008-dən bu yana 3 dəfə pul islahatı keçirdi.
əskinasların üzərindən sıfırlar silindi. Əvvəl 3-0, sonra 5, daha sonra isə 6-0 birdən yoxa çıxdı. Venezuelada bu dəhşətli inflyasiya dövrü artıq geridə qalıb. Amma bu iqtisadiyyatın düzəldiyi mənasını vermir. Hökumət çıxış yolunu qeyri-rəsmi şəkildə ABŞ dollarına keçməkdə tapdı. Bugün Venezuelada bolivar sadəcə rəsmiyyətdə var. Real həyatda isə hər şey çörəkdən tutmuş ev kirayəsinə qədər dollarla hesablanır. Bu ölkədə yeni və daha dərin bir uçurum yaradıb. Əgər ailəniz xaricdən sizə dollar göndərirsə və ya turizm sektorunda çalışıb dollar qazanırsınızsa, sağ qala bilərsiniz. Amma dövlətdən bolivarla maaş alan milyonlarla müəllim, həkim və təqaüdçü üçün həyat hələ də qeyri-mümkün olaraq qalır. İndi mağazalarda 2018-ci ildə kimi boş rəflər yoxdur. Rəflər doludur, amma qiymətlər o qədər yüksəkdir ki, bir çox Venezuelalı üçün o məhsullar sadəcə muzey eksponatı kimidir. Pulun dəyərsizləşməsi dayansa da yoxsulluq daha da kökləşib. Venezuela indi iki yerə bölünüb. Dolları olanlar və dollar xəyalı ilə yaşayanlar. Bir vaxtlar Cənubi Amerikanın ən varlı insanları olan Venezuelalılar indi tarixin ən böyük milyonçu yoxsullarına çevriliblər. Venezueladakı hiperinflyasiya o qədər absurd həddə çatmışdı ki, bu pulun real dəyərini tamamilə mənasız etmişdi. Bir vaxtlar siz bir fincan qəhvə almaq üçün bir kisə pul ödəməli olurdunuz. Lakin ən şok edici fakt bu deyildi. Ölkədə həmin vaxt bir rulon tualet kağızı bir neçə min bolivar dəyərində olan bir əskinasdan daha baha idi. İnsanlar tualet kağızını baha olduğu üçün banknotlardan istifadə etməyə başladılar. Bu deməkdir ki, dövlətin çap etdiyi rəsmi pul artıq sadəcə bir kağız parçası idi və hətta öz funksiyasını belə yerinə yetirə bilmirdi. İqtisadiyyatın tamamilə çökdüyünü göstərən bundan daha kəskin bir nümunə tapmaq çətindir. Venezuelada pul olmaqdan çıxmışdı. Venezuela haqqında ən böyük paradokslardan biri, ölkə iqtisadiyyatı çöksə də, mağaza rəfləri boşalsa da, bir sahə heç vaxt sönmür. Gözəllik sənayesi. Venezuela dünyada ən çox dünya gözəli tacı qazanan ölkələrdən biridir. Onların 7 Miss Universe və 6 Miss World qalibi var. Bu sadəcə bir uğur deyil. Bu ölkənin milli fəxridir. Venezuelada gözəllik bir şans deyil, bir peşədir. Burada gözəllik fabrikləri adlandırılan xüsusi akademiyalar fəaliyyət göstərir. Ailələr bəzən yeməklərindən kəsib 5-6 yaşlı qızlarını bu akademiyalara göndərirlər. Məqsəd birdir. Qızlarının bir gün Miss Venezuela seçilib ölkənin səfalətindən qurtulması və dünyaya çıxış bilet qazanması. İnanmaq çətindir, amma hiperinflyasiya dövründə belə Venezuelada plastik cərrahiyyə əməliyyatları dayanmırdı. İnsanlar maaşlarının böyük hissəsini xarici görünüşlərini mükəmməlləşdirməyə xərcləyirdilər. Çünki bu ölkədə gözəllik yoxsulluqdan qaçışın ən qısa və bəlkə də yeganə yolu kimi görünürdü. Səfalətin hökm sürdüyü küçələrdə hər addım başı qarşınıza çıxan mükəmməl makiyajlı və baxımlı qadınlar. Venezuelanın dünyaya qarşı biz hələ də ayaqdayaq demək üsulu idi. Venezuelanın qəlbi Caracasda döyünüb. Ölkənin paytaxtı dəniz səviyyəsindən təxminən 900 metr hündürlükdə nəhəng bir vadidə yerləşir. Bu coğrafi mövqe Caracasda il boyu əbədi bahar havası yaradır. Şəhərin simvolu El Avila dağıdır. Yerli əhali üçün bu dağ sadəcə bir təbiət möcüzəsi deyil. Şəhərin nəfəs aldığı ağciyərləridir. Bir vaxtlar Cənubun Parisi adlandırılan bu şəhər lüks otelləri, geniş prospektləri və möhtəşəm Paseo Los Proceros kimi memarlıq abidələri ilə Cənubi Amerikanın ən modern paytaxtlarından biri sayılırdı. Lakin bugün Caracasın əhalisi haqqında danışmaq biraz çətindir. Rəsmi rəqəmlər şəhər mərkəzində 2-3 milyon, metropoliten ərazisində isə 5 milyona yaxın insanın yaşadığını desə də, son illərdəki kütləvi köç dalğası bu rəqəmləri xeyli azaldıb. Şəhər indi hər küncündə fərqli bir hekayə gizlədir. Bugün Caracas vahid bir şəhər deyil. Kəskin sərhədlərlə bölünmüş iki fərqli dünyadır. Bir tərəfdə Las Mercedes və Altamira kimi lüks rayonlar var. Bura sanki Venezuela deyil,
Bura dünyanın ən bahalı brendlərinin, Odeon adlandırılan lüks marketlərinin və $500 şam yeməklərinin olduğu bir adadır. Burada həyat dolların parıltısı ilə davam edir. Cəmi bir neçə kilometr uzaqda isə mənzərə tamamilə dəyişir. Bura Petare edir. Latın Amerikasının ən böyük və ən sıx gecəqondu məhəlləsi, yəni Barriosu. Dağların dik yamaclarında ucalan bu evlərdə həyat sağ qalmaq uğrunda mübarizədir. İndiki Karakasın küçələri zahirən daha sakin görünür. Amma bu sakitlik sizi aldatmasın. Maraqlıdır ki, ölkədə iqtisadi çöküş o qədər ağır oldu ki, bu hətta cinayətkarlıq statistikasını da müsbət mənada dəyişdi. Səbəb isə acınacaqlıdır. Ölkədə artıq oğurlanacaq dəyərli bir şey qalmadığı və bolivarın kağız parçasından fərqli olmadığı üçün cinayətkarlar belə kütləvi şəkildə ölkəni tərk etdilər. Venezuelanın ən qorxulu bandaları indi qonşu ölkələrdə, hətta Amerika küçələrində fəaliyyət göstərir. İndiki reallıqda Petare kimi yerləri polis yox, Pranes adlandırılan yerli qanunsuz qruplaşmalar idarə edir. Bu qruplaşmalar öz ərazilərində həm hakim, həm polis, həm də xeyriyyəçi rolunu oynayırlar. Onlar məhəllə daxilində nizam-intizam yaradır, mübahisələri həll edir və qarşılığında mütləq itaət tələb edirlər. Karakas bugün eyni göy üzü altında yaşayan, amma bir-birinə toxunmayan iki fərqli taleyin şəhəridir. Lüks restoranlarda dollar xərcləyənlər və dağ ətəklərində bir qab ərzaq üçün günün doğmasını gözləyənlər. Venezuela iqtisadiyyatı çökə bilər, amma təbiəti hələ də dünyanın zirvəsindədir. Burada yerləşən Angel şəlaləsi dünyanın ən hündür şəlaləsidir. Onun hündürlüyü 979 metrdir. Su o qədər yüksəklikdən tökülür ki, yerə çatmamış güclü küləklərin təsiri ilə duman və çiskinə çevrilir. Yerli xalq olan Pemon hinduları buranı Aoyan Tepui, yəni ən dərin yerin şəlaləsi deyirlər. Amma Venezuelanın möcüzələri bununla bitmir. Cənubda dünyanın ən qədim geoloji quruluşlarından biri olan Roraima dağı ucalır. Bu masa formalı bir dağdır və zirvəsi sanki başqa bir planetdir. Deyilənə görə Arthur Conan Doyle'un İtirilmiş Dünya əsəri məhz bu sirli və buludların üzərindəki dağlardan ilhamlanaraq yazılıb. Şimalda isə Karib dənizinin incisi Los Rogueos arxipelaqı yerləşir. Bura dünyanın ən təmiz çimərliklərindən biridir. Bəs bu qədər gözəlliyin qarşılığında turizm nə vəziyyətdədir? İndiki reallıqda Venezuelada turizm ekstremal bir fəaliyyətə çevrilib. Bir vaxtlar milyonlarla turisti qəbul edən bu ölkə indi dünyanın ən az ziyarət edilən yerlərindən biridir. Səbəb isə sadədir. Təhlükəsizlik problemləri, daxili uçuşların qeyri-sabitliyi və infrastrukturun çökməsi. Bugün Angel şəlaləsini görmək həm çox bahalı, həm də çətin bir prosesdir. Çünki şəlaləyə gedən yol yalnız kiçik təyyarələr və çay qayıqları ilə mümkündür. Turizm artıq kütləvi deyil. Venezuela hazırda Latın Amerikasında turizm gəlirləri ən çox düşən ölkədir. Los Rogueos kimi yerlər hələ də populyardır. Lakin əsasən varlı Venezuelalılar və Rusiyalı turistlər üçün. Yalnız çox az sayda mənzərə həvəskarı və dollarla ödəniş edə bilən elit təbəqə üçün əlçatandır. Venezuela təbiəti bizə sanki belə bir mesaj verir. Mən hələ də buradayam, bütün gözəlliyimlə, amma mənə çatmaq artıq əvvəlki kimi asan deyil. Venezuela bizə bir şeyi çox sərt şəkildə sübut etdi. Bir ölkənin altında yatan nəhəng neft dənizi yerin üstündəki insanların xoşbəxtliyinə zəmanət vermir. Biz bugün dünyanın ən hündür şəlaləsindən, dünyanın ən sürətli dəyərsizləşən puluna, parıltılı gözəllik taclarından dolların hökm sürdüyü səssiz küçələrə qədər uzun bir yol keçdik. Bir vaxtlar hər kəsin iş tapmaq üçün axışdığı bu torpaqlardan indi milyonlarla insan sadəcə sağ qalmaq üçün qaçır. Bəlkə də bir gün Angel şəlaləsinin suları yenidən çiçəklənən və iqtisadiyyatı dirçələn bir Venezuelanın üzərinə töküləcək. Bəs sizcə bir ölkənin taleyini dəyişmək üçün sadəcə təbii sərvətlər kifayətdirmi?
yoxsa ən böyük sərvət ilə düzgün idarə etmə və təhsildir? Bu maraqlı səyahətdə bizimlə olduğunuz üçün təşəkkür edirik. Videonu bəyənməyi və Venezuela haqqında düşüncələrinizi şərhlərdə bölüşməyi unutmayın. Növbəti videolarda görüşənədək. Sağ olun.